Instagram'da önüme bir video çıktı. Gazi Amin İbrahimov adlı bir gazimizin videosuydu. Öncesinden videonu koyun, baxasınız, sonra danışaq. Beynimi yorurum yalanla. Gəlin mənə dəstək olun da, nə olar, Allah rızası üçün. Gəlin məni bu vəziyyətdən çıxarın, nə olar ki? Yəni, çarəsiz insan olanda nə olur ki? Yəni, bir nəfərə görə niyə hamını pis görürsünüz? Gəlin məni bu vəziyyətdən çıxarın, Sonra nə olar ki? bu videonu gördükten sonra dedim ki, bir səhifəsinə baxım görüm nə məsələdir. Kimə nə pisliyin Səhifəsində girdim, videolarına baxdım ziyanın və dəyifdir. bəlli oldu ki, həm Gəlin özü məni bu qara vəziyyətdən qazisi, çıxarın. 44 günlük savaşda aldığı yaraların təsirindəndir. Həm də eyni zamanda anası xəstədir və anaya baxmaq zorundadır. Və səhifəsini biraz da gəzdim və daha bir video gördüm. İnan məni məndən aldı və bütün dünyam yıxıldı, o an altında qaldım. İstəyirsiniz bu videoya baxın. Ne kadar az bilmirəm ha uşaqlar. Dünən 102 kombinin pulu mənlikdir. İnan elə həyecanlanmışım, yazır. Adını yazdım kombi alan. Yazdı ki 5000 atam qalanda qoyasam mebelin. Deməli bu videoda danışanı da araşdırdım. Baboş adında biridir. Azərbaycanda sadəcə efirə atılır, oturur orada. Belə bilinmir, bilmədim qadındır mı, qızdır mı? Belə bir bədən vücudu falan biraz da qadına bənzəyir. Üzdən də erkeğe bənzəyir. Yəni bu onun şeyi, yəni Allahın yaratdığı bəndəsidir, bir şey demirəm. Və bu işi gücündə oturub orada yer, lop belə boş və heç bir şey danışmır. İnsanlara heç nə vermir. İnsanlar bundan heç nə öyrənmir filan və bu adama orada bunun evi, eşi, hər cür şəraiti və buna 5000, 10.000 pul atırlar. Və inanın, o kadar belə özümə iğrəndim. Hara gedirik dedim. Biz 6 il öncə bugün bizdən yardım istəyən oğlana devlət və millət olaraq qapısına düşmüş deyə, qurban olum sənə deyirdik, vətən qurtarırsan deyirdik. Və bu oğlanlar sayəsində bugün yekə, genələ hava atırıq. Qalib ölkənin qalib vətəndaşı. Qalib vətəndaş deyilik biz. Heç qalib ölkə də olmadıq. Biz o vətəni bizə yenidən qaytaran 30 il sonra o vətən işğal olanda həyatda olmayan və ata-anasının nə zülmlə böyütdüyü oğlanlara bugün borcumuzu geri qaytarmırıq. Hamımız yekə qadan alaram, qurban alaram deyirdik. Bəzən bu qəhrəmanları görəndə şəhidlərimiz yaxşı ki şəhid olmuşsunuz deyirəm. Bu iğrənclikləri görmədiniz. Bu döyüş yoldaşlarınıza vermədiyimiz dəyərlər var. O dəyərsizləşdirdiyimizi görmədiniz. Siz yenidən ölərdiniz. Və bəzən öz-özümə deyirəm ki, biz o şəhidlər xiyabanına gedəndə o şəhidlərin imkanı olsa ayağa qalxıb bizim hamımızı o şəhidlikdən qovar. Dəf olun gedin, gözümüz sizi görməsin deyərlər. Bunun üçün bunlar şəhid oldular. Bu qazi canlı şəhid deyə. Və bu qaziyə bugün biz dəyər verməməklə o şəhidə saygısızlıq yapırıq. Bizim hamımızın bunlara borcumuz var. Adam deyir ki utanıram. Utanacaq biri varsa bizdəriz. Onun qurtardığı vətənin üstündə genələ gəzirik. Nə olduğu bəlirsiz bir sürü fahişəyə araba alırıq. Alçaqlara ev alırıq. Haram zıkkımınız olsun. Yediğiniz haram zıkkımınız olsun. Girin oğlanın səhifəsinə baxın. O yüzü gözü qan. O qaytar deyə bizə bu vətəni. Yekə hamımız deyirik, başımız dik gəzirik. İnanın o kadar pis görsənir ki Azərbaycan. O belə bir evdə koku olar, pis koku. Evin içindəki bunu hiss etməz, burnu alışar ya. Amma qonşu gələr ya da biri gələndə, içəri girəndə burnunu tutar. Bax bugün Azərbaycan elə iylənir. Sizin kimi namərd, sizin kimi baboşlara pul atan şərəfsizlər, ne bileyim o biri geylərə, lezbiyanlara, ne bileyim axmaq, hiç sesi olmayan, çılpaqlandı deyə səhnəyə çıxan müğənni dediyiniz müğənniciklərə bu milləti o qədər pis yerə gətirdiniz ki, ölkədə bir kərkədanlaşma baş verib, ölkədə bir yozlaşma var. Xalq olaraq yozlaşdıq ya. Məmurlar anlayıram, onların hamısının damarını kəssəm qanında başqa qan var. Sizə nə oldu?
Onca min nəfər 1 manatdan atsanız 10.000 manat pul deyir. Arkadaşlar, yenə üzümüz Türkiyədəki dostlarıma tutub deyirəm. Sizlər mənim səsimə hər zaman səs verdiniz. Nə zaman Azərbaycanlı öğrencilərlə bağlı bəzən bir həftədə 3 dəfə çağırış etdim. Hər birində sizlər gəldiniz. Canım Türkiyəmin gözəl insanları. Mən artıq Azərbaycanda kimsəyə müraciət etmirəm. Baboşa 5.000, 10.000 pul atan millətə bir şey deməyəcəm. Biz eyni millətik, amma bölgədə insanlar yozdaşıblar. Və sizdən xahiş edirəm. Yuxarıda qardaşımızın şeyi var, hesab nömrəsi var. Direkt Azərbaycan hesab nömrəsidir. Və oradakı bank nömrəsini də açıqlamaya qoyacağım ki, hangi bankdır, seçirsiniz. Girin. Ya, onca min nəfər, yenə deyirəm, onca min nəfər 1 manatdan atsa, yəni 25 TL göndərsə, ya bu adam üçün çox böyük 10.000 pul deyə bu. Yəni bu adam Azərbaycanda bu parayla xeyli sorunu çözər. Sözüm Yaşat Fonduna, sözüm Nazirlər Kabinetinə, sözüm ölkənin millət vəkillərinə. Ölmüsünüzmü? Hardasınız? Niyə bu qardaşım, mənim bu qardaşım, niyə çıxıb orada dərdini bu efirdə də deyil, niyə bu Instagramda deməlidir? Siz bilirsiniz mi, ermənilər bunu görür, sevinirlər. Bu videomu da Azərbaycan prezidentinə direkt etiketləyəcəm. Umarım görərlər, bu qardaşımıza dəstək olarlar. Qardaş, bütün hər kəsin adından səndən üzr istəyirəm. Düzdür, mən işsizəm, hazırda çalışmıram. Amma əmin olun ki, küçücük 5 manata olsa gücümüz çata biləcək insanlarıq. Hər kəs, çevrəmdə olan hər kəsdən xahiş edirəm. Nə olursunuz? 1 manat da 1 manatdır, 5 manat da 5 manatdır. Bu qardaşımıza sahib çıxaq. Bu utanç bir ömür boyu onumuzda gedəcək. Axı biz ona yalvarırdıq bu vətəni qurtar. İndi o bizdən anasını qurtarmamız üçün 1 manat üçün onu bizə yalvartdırırıq. Bunu bizə Allah bağışlamayacaq. İnanın. O belə rahat evimizdə belə hava atırıq ha. Hamımız bir gün bunun yaşadığının daha betərini yaşayacağız. O bir şərəfli Azərbaycan əskəridir. Onu bu vəziyyətə salanlar, utanın. Onun değil, sizin boynunuz aşağı olmalıdır. Bu milləti bugünə qoymuyor. İnanın, çox pis qoxur. Çox. Uzaqdan o qədər pis qoxur ki, bu çürümüşlüyə bilmirəm nə qədər dözəcəyiz. Amma çox çətindir. Çox çətindir. Həddən artıq özümü zor tuturam. Amma bu qardaşımıza yardım edək. Mən bu qardaşımızı tanımıram. İlk dəfədir gördüm və çox da üzgünəm.